və vida həcci nədir? Vida həcci o həcc ki, Peyğəmbər s.ə.v hicrətin 10-cu ilində o hicrət eləmişdi və insanlara vida vermişdir. وَدَّعَنَّاسَ فِيهَا وَقَالْ ola bilsin ki, demişdi ki, ola bilsin ki, mən bu ilimdən sonra sizdən görüşməyə bilərəm. Peyğəmbər s.ə.v o sözü demişdi həmin vaxtda. Yəni Peyğəmbər s.ə.v ondan sonra həcc eləməkdir. Yəni bircə dəfə həcc edibdir Peyğəmbər s.ə.v. Deyilir ki, hicrətdən öncə 2 dəfə həcc edibdir. Lakin zahir olan odur ki, Allah bilir gene doğrusunu, o daha çox həcc edibdir. Lənəhu kənə hunə kifimət. Çünki de Məkkədə idi deyir o. Belə deyilir. Və kənə yəxrucu fil mevsimi yəd'un nəsə vəl qaba'ilə ilə dinilləhi azə və cəllə. Mövsümdə, həcc mövsümdə çıxardı insanları və qəbilələri Allahın dininə çağırardı, dəvət edərdi. Onları fəyəb'adu anhu, onlar isə ondan uzaqlaşardılar və ənəhu yəxrucu və lə yəhüc. Çıxardı, amma həcc eləməzdi. Gedərdi ora, amma həcc eləməzdi həmin vaxtlar. Bütün hallarda mühüm olan odur ki, Peyğəmbər s.ə.v ömrünün axırında, hicrətin 10-cu ilində həcc edir. Ondan sonra və ləm yəhüccü qabləhə bə'də hicrətihi. Yəni hicrətindən öncə neydi? Həcc eləməmişdi. Və zəlikə liyənnə Məkkədə kənət bi eydil müşrikin. Çünki düz hicrətin 10-cu ilinə kimi Məkkə Peyğəmbər s.ə.v axır ömrünə kimi Məkkə kimlərlə olmuşdu? Müşriklərlə olmuşdu. Peyğəmbər s.ə.v axır ömründə həcc eləməsinin səbəbi Məkkə müşriklərin əlində olduğu üçün səbəb oydu. Yəni. Çünki hicrətin 9-cu ilində fəth olunur Məkkə, 10-cu ildə isə Peyğəmbər s.ə.v həcc edir. Yəni hicrətdən öncə səhih budur ki, bu həcc eləməyibdir. Liənnə Məkkətə kənət bi eydil müşrikinə ilə sənəti səminəti min hicrə. 8-ci ilə kimi müşriklərin əlində olubdur. 9-cu ildə fəth olubdur. Hicrətin 9-cu ilində. Peyğəmbər s.ə.v Ramazan ayının sənəti səminə 8-ci ildə Ramazan ayında oranı fəth edibdir. Thumma xaracə bə'də dəlik ilə Taif. Sonra çıxıb Taifə gedib. Və qazə Thaqifən və hasalat qazvatı Taifil məşhura. Thaqif qəbiləsini işğal edir, oranı götürür və bilinən Taif döyüşü hasıl olur orada. Thumma rəcə bə'də hədə və nəzələ fil Cə'ranə. Bu Cə'randır səfərimiz adı buranın. Həmin yerə gedir, qayıdır, həmin yerə düşür, həmin əraziyə və ətə bi umratin leylətən. Gecə ümrə edir. Və ləm yəttəli aleyhi əksər minən. İnsanların çoxu onu bilmir. Thumma adə ilə Mədinə, sonra Mədinəyə qayıdır. Hədə fi sənəti səminə. Bu 8-ci ildə olubdur. Hicrətin 8-ci ildə. 9-cu ildə, hicrətin 9-cu ildə kənətil vəfud təriddü ilə Nəbi s.ə.v min kulli nəhiyyət. Demək, hicrətin 9-cu ildə hər tərəfdən Peyğəmbər s.ə.v yanında çoxlu insanlar gəlir. Fəbəqi fil Mədinə. Mədinədə qalırlar. Liyətələqqəl vəfud həttə lə yəfqəl aleyhimi bi talabihi. Yəni o görüşürdü, onları qəbul edirdi, toplumlar gəlirdi. Hətta onlara öz tələbində ağır olmasın deyə onlardan görüşürdü. Hətta idə cəəl vəfud iləl mədinəti vəcədun nəbiyyə və ləm yut'ibu fi talabihi. Yəni onun tələbində həmin o toplum gələrdi, Peyğəmbər s.ə.v Mədinədə tapardılar və öz tələbində onlar, yəni ki Peyğəmbər s.ə.v tələbində yorulmuş olmazdılar onlar. Və yuhibunehu yeminən və şəmələn. Yəni Peyğəmbər s.ə.v sağdan, soldan, yəni işgal belənçi ətrafına gələrdilər. 9-cu ildə Peyğəmbər s.ə.v şey eləməmişdi, həcc eləməmişdi. Yəni bu toplum gəldiyi üçün 9-cu ildə başı qarışmışdı insanlara. İnsanlar şeyə girirdilər hamısı, İslamı qəbul edirdilər, Mədinəyə gəlirdilər. Yəni Peyğəmbər s.ə.v şey eləmirdi. Onu bir 9-cu ildə hicrət edə bilməmişdir. Yəni səbəb bu idi. Başqa tərəfdən isə 9-cu ildə o həccəməl muslimin əl-müşrikunə liənnəhum ləm yumna'un min duxul Məkkədə. Thumma muni'un min duxul Məkkə. Demək, 9-cu ildə müsəlmanlarla gedir həcc eləməyə. Müşriklər
onlara mane olmurlar Məkkəyə daxil olmağına. Sonra Məkkəyə daxil olmağı mane edirlər. Birinci deyirlər gəlin, sonra mane olurlar Məkkəyə girməyə. Allah Teala ayə nazil edir ki, eyyuhellezine amanu, ey özürlü sayıdana, dengizde, həcce məl müslimin, el-müşrikun eliyennəhum ləm yumnəu min duxul. Müşriklər mane olmamışlar. Mane olunmamışlar Məkkəyə girməyə. Sonra müşriklər Məkkəyə girilməsi mane olunur. Müşriklər Məkkəyə girməsi mane olunur. Allah Teala ayə nazil edir ki, ey iman gətirənlər, müşriklər nəcizdir? Nəcizdir. Fələ yəqrabul məscidəl harama ba'd amihim hədə. Bu illərindən sonra Məkkəyə daxil olmasınlar onlar. Məscid-i Harama daxil olmasınlar, yəni qadağa gəlir. Tövbə surəsi 28-ci ayə. Və əzzənə müəzzinu Rasulullah sallallahu əleyhi və səlləm, Rasulullah sallallahu əleyhi və səlləm müəzzini azan verir ki, bi əllə yəhüccə ba'd ami müşrik. Yəni bu ildən sonra müşrik həcc edəməyəcək. Müşriklər deyirdilər də, bilirsiniz o vaxtı qadağa gəldi onlara. Və la yatufu bil beyt uryan. Evdə lüt tavaf olunmayacaq. Müşriklərdə nə tər idi? Niyə evdə lüt tavaf edirdilər? Nə olurdu? Bunlar gələrdilər, əgər halal pullarınla imkanları varsa paltar alırdılar. Yox idisə, əyinlərində olan paltar ehtimal var ki, ona haram qarışıbdır, haram iş veribdir ondan, onu çıxardardılar əyinlərindən. Əyinlərindən çıxardılar, evi neynərdilər? Lüt tavaf edərdilər, müşriklər belənçi edərdilər və belə bir şüarları vardı, deyərdilər ki, adi vaxtda görünən bu vaxtı görsənmir, yəni haramdır baxmaq. Yəni heç kimə baxmasına qarışam, lümbə-lümbüt imkanı olmayanlar o paltarı əldə eləməyə, güya ki, təmiz o paltarla eləməlisin, hansı haram qarışmayan, belənsiz oynardılar, əuzbillah. Və kənə əmirun nəsi fi tilkəl həccə, bu həmin həcdə insanların əmri, yəni qəsd edən 9-cu ildə, yəni Əbu Bəkir idi. Sonra Peyğəmbər s.ə.v onun arxacı ilə Əli ibn Əbi Talibi 10-cu ildə həccin əmri etmişdir. Peyğəmbər s.ə.v elan edir ki, o da nədir? Həcc edəcəkdir. Və qadiməl mədinətə bişrun kəsirun yuqaddiruna nəhvə 100.000. Mədinəyə 100.000-ə yaxın təxmin adam gəlir. Birində ki, Peyğəmbər s.ə.v həccədə 100.000-ə yaxın adam gəlir. Müsəlmanlar hamısı həmin vaxtı 124.000 124.000 olubdu sayları müsəlmanlar həmin vaxtı. Ləm yətəxəllə minəl musliminə illə qalliyə. Az bir say yalnız getməyibdən müsəlmanlardan həccə. Yəni 124.000 həccə gedib. Belə deyək. Onlar Ən-Nəbi sallallahu aleyhi ve sellemdən həcc etdilər. Bu həcci, ona görə də bu həcc viza həcc adlandı. Peyğəmbər sallallahu aleyhi ve sellem orada insanlara belə bir söz bildirdi ki, ola bilsin ki, mən bu ilimdən sonra sizinlə görüşəmədim. Elə də oldu. Həqiqətdə də sallallahu aleyhi ve sellem o həcdən sonra deyirlər 88 gün yaşayıbdır. Həcdən sonra 88 gün yaşayıbdır. Və Mədiniyə qayıdır. Rabi'l əvvəldə sallallahu aleyhi ve sellem dünyasını dəyişir bu həcdən sonra. Fəmədə Muharram və Safar və 12 yevmən min Rabi'l əvvəl. Demək, keçir Muharram ayı, Səfər ayı və Rabi'l əvvəldən də 12 gün keçir. Belə deyək də, harca 72 gün deyil, belə gəl düşür də təxminən yəni. Sallallahu aleyhi ve sellem dünyasını